Qafqazın ilk moto yürüyüşünə bir gün qaldı. Ona yaxın ölkənin bikerlərinin iştirak edəcəyi moto yürüyüşlə bağlı çox zəngin proqram hazırlanıb. Qədim Şəki şəhəri Çingiz Mustafayevin sabah doğum günündə həm xarici, həm də paytaxtdan gedən qonaqları ən yüksək səviyyədə qəbul etmək iqtidarındadır. Ayşə Zahid qızının reportajı. Artıq Şəki Azərbaycanda keçiriləcək ilk moto festivala tam hazırdır. Şəhərin müxtəlif yerlərindən asılmış plakatlar bayram abu-havasını əks etdirir. Şəki bikerlərin gəlişini gözləyir. Festivala hazırlıq işləri tam sürəti ilə davam edir. Artıq moto festivalın səhnə tərtibatı demək olar ki sona çatmaq üzrədir. Son tamamlama işləri aparılır. Səhnədə möhtəşəm işıq effektləri quraşdırılacaq. Hər kəs tam gücü ilə festivala hazırlaşır. Böyük bir şou gözlənilir. Yəni hamıya məlum olduğu kimi səhnədə fərqli dediyimiz, yəni o qonaqların gəldiyi və onların istədiyi şoudan da artıq bir şeylər proqramlaşdırmışıq. Yəni bunlar üçün özəl xüsusi avadanlıqlar, işıq effektləri, səs effektləri tam təchiz olunub və səhnənin öz görüntüsündə, dekorativ görüntülərdə də bir özəl sürprizlər var. Onları da yəni gələn qonaqlar görəcək, yəni indidən açıqlamaq istəmirəm. Milli qəhrəman Çingiz Mustafayevin doğum günü münasibəti ilə təşkil olunan festival Şəkinin tarixi yerlərindən birində keçiriləcək. Moto festival aşağı Kərvansarayı arasında keçiriləcək və bikerlərin rahat gəlib getməsi üçün asfalt örtük də salınıb. Təqribən festivaldan 80-ə yaxın bikerin iştirakı gözlənilir. Sabah başlayacaq festival səhər saat 10-dan başlayacaq. Festivalda Azərbaycandan və xaricdən bikerlərlə yanaşı məşhur musiqiçilər də iştirak edəcək. Moto festivalın aparıcıları bura gələn qonaqları gözəl sürprizlər gözlədiyini dedilər. İnşallah sabahdan start veririk. 29-31 artıq elanlarda da hamı görüb ki, bu tarixlərdə olacaq və təbii ki sürprizlərlə Biz şəkər boş gəlməmişik və festival zamanı bizi sosial şəbəkələrdə izləyən dostlar həmçinin sürprizlər əldə edəcəklər. Bir sözlə belə bir festivalı nəinki Şəkəcə Azərbaycanda yaşamayıb. Qafqazın ilk moto festivalı Harley Davidson Baku Hog Azərbaycan, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev fondunun təşkilatçılığı ilə həyata keçirilir və 3 gün davam edəcək.